Çalışanlarla Allah saxlasın bütün balaları. Hardayıq sizcə? Yazın. Baxım görüm Biz hardayıq? İntuisiyası düzgün çıxacaq. Gəl görək, gəl Biz görək. özümüzü çəkirik, siz də bizi. Hə, bu günlərim belə axır ki gəldik, çatdıq Gəncəyə, canlı yayımızı Gəncə. Maşallah. Harda? Oh! Logosda. Oh! Bəh. Hoş gördük. Ay maşallah. Alkışlar. Oy canım. Oy canım. Oy yüreğim. Gəlirəm indi. İndi bir dənə canımsan. İndi gəlirəm. Məlak əyləşin orada. Əyləşin gələcək hamımızın yanına. Səni xoş gəlsən. Həyatda canlı görmək istədiyim sizi. Qoy mən çəkim. Öpüşün görüşün. Sən də rahatsan belə, adam belə bir Nə rahatsan belə, yumşaq. Gözəl oğlan. Maşallah. Kimi mən sizi izləyirəm. Canım Sizi gözləyirəm. Gəl sən. Necə buraya var? Mən o nə qədər istəmişəm. Neçə yaşınız var? 73. Maşallah. Ay maşallah. Elə istəyirəm ikinizi də. Can. Xoşbəxt olun. Oho, değerli professorumuz burada. Maşallah. Məlahət xanım burada. Məlahət xanım necəsiniz? Çok sağ olun. Gəncəllər Hoş sizi necə gelmişsiniz. qarşıladılar? Çok güzel. Çok Bir doktorlarınızı alkışlayaq ürəkdən. Ay maşallah. Çok güzel zonadır. Biz hamımız sevdiğimiz insanları çok mehribandır. Çok güzel, samimi insanları var. Qonaqpərvərdirlər. Biz özümüz də bura gəlməkdən çok məmnunuz. Nə gözəl. Lalxam necədir? Bax canlı Instagramda canlı yayımda live olarak sizi izləyirlər. Biz Gəlin beraber. çok xəstələrə baxdıq, indiyə qədər bir 10 xəstəyə baxdıq. Hamısı da razıdır. Maşallah. Deyirlər ki, biz indiyə qədər belə baxışı görməmişik. Hər xəstəyə demək olar ki, 45 İndividual dəqiqə yanaşma. individual yanaşma, 45 dəqiqə səhv eləmişik vaxtımızı, təzə müayinələr, təzə metodikalar, müalicənin, onlar çox razı gəlir. Təsəvvür Nə edirsiniz, hər gözəl. adama sərf olunub bu vaxt. Yəni Əlbəttə. Lalə xanım və Məlahət xanım incələyir bir-bir hamısını. Həkim belə baxar, yoxsa deməz ki, mənim qapımda 100 nəfər var. 100 nəfərə sən necə çatdıra bilərsən baxmağa? Adam 100 nəfərə, bir həkim. Allergi xəstələr xüsusən başqa xəstələrdən fərqli olaraq çox onlarla danışmaq lazımdır. Allergeni tapmaq lazımdır. Allergoloji anamnezi toplamaq lazımdır. Onun müayinələrini aparmaq lazımdır. Bizdə danışmaq çox böyük anamnezi toplamaq üçün Enerji topluyorsunuz. allergeni tapmaq üçün çox danışmaq lazımdır. Yəni hansı həkimlərdə olub, bizdən qabaq hansı müalicə alıb, düzgün müalicə alıb ya yox. Bu gün mən belə şeylər eşitdim ki, dəhşətə gəldim. Yəni onlar bütün rəyətlərə, biz verən rəylərə rəayət eləyirlər, amma onlara indiyə qədər başa salmayıblar ki, tutalım, əgər ev tozuna qarşı allergiya varsa, olmaz yatmaq yun şeylərdə. Bax ona qədər, belə incəliyə qədər, nə olar yemək, nə olmaz yemək, hansı qidalar allergiya verir, hansı qidalar allergiya vermir. Bütün bunları, vitamin D tutalım, mən özümdən verirəm vitamin D. Bütün dünyada vitamin D-ni hər 3 aydan bir qanda yoxlamaq lazımdır və onun səviyyəsinə görə bəlkə bunda vitamin D normaldır və əgər biz veririk ona o dozanı, o toksik effekt verəcək. Yəni biz onu təyin eləyəndə hansısa bir müayinələri ona baxaraq, arxalanaraq, onu qiymətləndirərək bu dozanı dərmanı veririk. Can. Burada xəstələrlə görüşsün, nə qədər insanlara, bilirsiniz, elə insanlar var ki, onlar Bakıya gələ bilmirlər. İndi bu COP ərəfəsində də bilirsiniz ki, biraz çətindir. Hamı COP-u beynində tutub. İçində şərait var. Ona görə biz buranı seçmişik ki, mənə ən çox saç xəstələri müraciət etdiyi üçün. Hani burada var deyəsən bir dənəsi. Salam, necəsiniz? Dəri xəstəliyi olub, Yaxşı. Çox razıyam. Hətta şeydir, effektini də görmüşəm. Aha. Çox gözəl. Razısınız mı Məlahət xanımla? Təşəkkür edirəm Məlahət xanıma, Günay xanıma, Zarbaşırıza. Sağ olun. Siz sağ olun. Eşq olsun sizə. Vallahi bilirsiniz nətərdir? Bəzən burada desən internet yaxşı çəkmir, hə? Bəs biz Wi-Fi-niz varmı sizin?
Bəs biz deyərdiniz Wi-Fi-yə qoşulardıq da. Siz də niyə belə eləyirsiniz siz? Tamam, hal-hazırda biraz canlımızda Instagramda, TikTokda burada şey var, nədir? Deyəsən internet harda yaxşı çəkirsə orada dayanaq da biz. Bəlkə belə dayanaq ki, Bax, buradan. mən bir şey demək istəyirəm. Mən indi fikir verirəm. Burada lap kiçik yaşlı uşaqdan tutmuş, ta ki yaşlı analarımız, atalarımız var. Hansı ki qəbula gəlirlər. Bax, məsələn, bu balamız. Bax, görsən saçları çıxır artıq balamızın. Nə qəşəng saçlarına mələ gəlib hə sənin? Adın nədir sənin? Malikin saçlarına bax hələ. Nə gözəl, nə gözəl, nə gözəl. Bəs allergiyada əsasən burada hansı allergik xəstələrlə rastlaşdınız? Məsələn, hansı növləri daha çoxdur? Astmayla, allergik rinitlə, dəri allergik allergodermatoz biz deyirik, qida allergiyası ilə və bir qadında mən gördüm ki, biraz şübhəli idi və Kiprikdən Demodex-ə analizi götürdük. O Kiprik analizi necə olur ki, o nədir o? Orada gənə, yaxma götürülür və orada gənələr tapılır. Əgər gənə tapılsa Demodex-dir. Deməli gənə də var, ola bilər də. Hə. Maşallah olsun, maşallah Yəni olsun. diferensial diaqnostikanı apar. Hələ. Ona sabah da qəbulunuz var da burada. Sabahları 12'ye kimi buradayız. 12'ye kimi sonra yola düşəcək. Aha. 12'ye kimi. O zaman sabah biz Gəncədəyik. Bütün indi bizi izləyən gəncəlilər biləsiniz. Bax burada göstərmək istəyirəm sizə. Logos ailəsində, Logos mərkəzdəyik. Bu Gəncənin bura harasıdır? Nə idi burası? Buranın adı nədir? Bu yerin adı nə tərəfdən? Gəncəl deyilsən. Hardan gəlmisən? Gəncəl deyil, Gəncəlsən. Buranın arasının adı nə adlanır? Ha, internet yaxşı tutmur içəridə. Bura nə ərazisi gedir ümumiyyətlə? Köhnə Yevlax avtovağzalının yanında göz xəstəxanasının çatmamış. Bu bina əvvəlcə nə olubdu? Bu olubdu uşaq bağçası. İndi eləyiblər Logos. Zülfüqar Məmmədov küçəsi. Sabah Göz saat xəstəxanasına yaxındır həm də. həm də bura olub əvvəl uşaq bağçası. Gəncəlilər tanıyır da nə haradır. Bunu göstərən kimi Gəncəlilər deyəcək ki, biz buradayıq. Şəkirdən gələnlər var, Mingəçevirdən gələnlər var, Yevlaxdan gələnlər var. Ona görə qoy onlar da tanısın. Hə, içəridə Zülfüqar Məmmədov 1. Zülfüqar Məmmədov 1.Əcəcəcəcə sənin saçların nə qəşəng çıxıb hə sənin saçların. Adın nədir sənin? Malik. Malikin saçları nə qəşəng çıxıbdı. Gəncəllər burdasınız. Gözəl Gəncəm, əlbəttə gözəl Gəncə. Elə bizim də gözəl Gəncəmizdir. Tək sizin gözəl Gəncəniz deyil ki, hamımızın gözəl Gəncəmizdir. Nətərdir vəziyyətiniz? Sizdən ötürü darıxmışdım, Logos ailəsindən ötürü. Şurada yalan danışmayın ha qızlar. Çoxdan da gəlmişdik. Hə. Yaxşı baxın üzümə gəlim tez-tez. Adamın üzünə gərək yaxşı baxasan ki, o ola qonaq gələ də, elə deyil başına dönür. Sənin gözlərinə nə olubdur? Gəldiğimizi qurban. Özümə görə gəlməmişim. Kimə görə gəlmisən? Deyin sözünü də ağlama. Məndən kömək istəyir. Nə olur? Məndən kömək istəyir. Bəli, Gəncədəyik, amma internet biraz burada yaxşı tutmadığına görə, baxın Logosdayıq hal-hazırda. Logosun binasındayıq, hər kəs toplaşıb. İnternet yaxşı tutmur deyəsən, içəridə yaxşı eşitmirsiniz. Zaur. İnternet yaxşı tutmur, bəli, Logosdayıq. Psixoloji və nitq mərkəzindəyik hal-hazırda. Hara getdilər? Ay, nə gözəlsən sən belə. Məlayev xanımın yanına gəlmişsən. Hə, çəkdirərik, çəkdirək. Gəldim. Zaur bəy buradadır. Yox, Zaur bəy ora getdi. Qoy gedim. Görək burada tuturmu? Keçdim içəri və salam, hansı tərəfə getdilər olar? Baş tərəfə. Zaur. Ay Zaur. Zaur elə bilir ki, mən qabağa getdim. Xoş gördük. Necəsiz? Sizi görməyimizə çox şadıq. Baş üstə.